da verecek. Olur yok. Televizyon işte. Şimdi harda getir. Şuradan. Satır yani. Yok. Sen her gün ne çağırıyorsun? Ha? Stopçı. Ben onu böyle yiyeceğim. Ha zaman oğlan gel orada dur sen. Geldik lan geldi be. Vay Yasin çalmırlar. Evet, yardımını kaldır, sevgini kaldır. Yere bak. Şurada bir havası yeri. Ne yapılır ki? Ne yapılır ki? Sen çektik kasamsan. Onlar Amin, sağ olsun. Sağ ol. Deməli bu görüşün təşkilatçısı Yasin müəllim, zəhmət olmasa bu görüş haqqında bu dəqiqə YouTube kanalında canlı yayınlasın. Məclisi keçirək. Bütün burada mənim təşrifimi qəbul edib gələnlərə hamısına çox sağ ol deyirəm, təşəkkür edirəm. Arzum budur ki, gələn il bu vaxtları Novruz bayramımızı Krasnoselsk rayonunun Çəmbərək rayonunun bütün dərə kəndlərində qeyd eləyək. Allah bizə ömür versin, ona nəsib olaq. İnşallah. Çox sağ olun. Sağ olun, sağ olun Yasin müəllim.
Qərbi Azərbaycanlılarının nümayəndəsidir. Ha, nədir, nə olur? Buyur çəksin də. Hə, çəkirmi? Çəksin. Həm də bizim qohumlardandır. Süleyman ağamın sən tanıyırsan, elə mi? Halal olsun. Sözü veririk Dilşad xanıma. Zavodda yox, inüstün deyirəm. Üstün deyirəm də buradayım. Hörmətli kəndçilərimiz, əziz dostlar, bugün bilirsiniz ki, buraya yığılmağımızın məqsədi nədir? Biz belə bir qərara gəldik ki, Novruz bayramının Gölkətlilər, Qaraoyunlu dərəsindən burada nümayəndələrimiz də var. Bir yerdə bu təbiətin qoynunda qeyd eləyək. Bir neçə dəfə keçən il yanvar ayında təzə ildə istəyirdik ki, belə bir məclis təşkil edək, bir yerə yığılaq. Müəyyən səbəblərdən nəsə o məclis alınmadı. Ancaq bir qrup yoldaşlar, kəndçilərimiz, dostlarımız elə bir məsləhət gördü ki, Novruz bayramını yəni təbiətdə qeyd edək. Sizi bu bayram münasibəti ilə hamınızı təbrik edirəm. Hər birinizə can sağlığı arzulayıram. Arzum budur ki, süfrənizdə həmişə bolluk olsun, həmişə mehribançılıq olsun, həmişə sağlam yaşayasınız. Və bir şeyi qeyd etmək istəyirəm ki, bizim talihimizə iki vətən qismət oldu. Biri Qərbi Azərbaycan hardakı doğulmuşduq, ora, biri də bizim doğma Azərbaycanımız. Bizi etap-etap zaman vaxtları kənddən ermənilərin vasitəsilə, Ruslar da eyni zamanda onların da dəstəyi ilə yavaş-yavaş kəndimizin cavanları Azərbaycan torpağına qədəm qoyurdu və 1988-ci ildə noyabr ayında elə bil ki, bütün Qərbi Azərbaycanı erməni daşnaqları bizim doğma torpaqdan didərgin saldılar. Gəldik, burada Azərbaycan torpağında bizi Azərbaycanlılar qucaqladı, bizə yer verdilər, biz burada məskunlaşdıq. Və eyni zamanda bilirsiniz ki, erməni işğalçıları tərəfindən bizim Qarabağ torpağımız da işğal olundu. Çox uzun bir müddətdən sonra 2020-ci ildə bizim prezidentin səyi nəticəsində, xalqımızın fədakarlığı nəticəsində Qarabağ torpağı erməni düşmənlərindən azad oldu və belə bir təklif olundu ki, 2023-cü ilin dekabr ayının 24-də möhtərəm prezidentimiz Qərbi Azərbaycanlıları ətrafına yığdı və Qərbi Azərbaycan izması yarattı və qabağımızda bir məqsəd qoydu ki, biz gec-tez yaxın zamanlarda öz doğma vətənimizə, öz doğma torpaqlarımıza qayıdacağıq. Mən inanıram ki, bu da belə olacaq. Biz Qaraoyunlular həmişə dövlətimizin dəstəyini dəstəkləyirik, dövlətimizin işlərində, siyasətində fəal iştirak edirik. Biz Qaraoyunlular, Çəmbərəlilər, bizim rayonun cəmaatı hamımız möhtərəm prezidentimiz İlham Əliyevin arxasında sıx cəmləşmişik və onları da, onların ailəsini də bu Novruz bayramı münasibətindən təbrik edirəm. Çox sağ olun, sizi hamınızı yenə salamlayıram. Mənim təşrifimi qəbul etdiniz, buraya yığıldınız. Mənə elə gəlir ki, hiç iş olmadı. Sağ olun, Ekrem Hanım.
Hörmətli dostlar, əziz qardaşlarım, əziz kəndçilərim, əziz ellərim. Bir daha sizə təşəkkür edirəm. Bu məclis doğrudan da qeyri-adi bir məclis oldu. Bilmirəm, xatırlayırsınızsa, 15 il bundan qabaq Şamaxıda belə bir məclis keçirmişdik. Orada adamların sayı biraz az idi. Bir 7-8, 15 gün bundan qabaq dedim ki, bir 7-8 il olar biz Şamaxı kəndində bu Novruz bayramını qeyd eləmişik. Ancaq sonra bir də YouTube'a baxıram ki, bu 2010-cu ildə 15 il keçib. O vaxtı ağsaqqallarımız da iştirak edirdi. Rəhmətlik Nəsif dayı, mənim mamam oğlu Novruz Mamoğlu. Bugün onlar burada yoxdular. Onların ruhları bəlkə də buradadır. Bizim ağsaqqallardan, Göl kəndimizdən Əskər müəllim burada iştirak edir. Əskər müəllim, buyurun, yaxınlaşın bir ağsaqqal kimi bizim kəndin, yerin, obanın cavanlarına bir nəsiyyət verəsiniz. Bir də sizdən bir şey xahiş edəcəm. Burada çıxışları biraz konkretləşdirək. Çıxışları orada bizim kənddə nələr baş verib, hansı hadisələr yadımızdadır, Novruz bayramından əlaqədar. Onunla bölüşək. Oldu mu? Yasin efendim. Size can sağlığı. Bizim elin, obanın, Karakoyunlu dəresinin nümayəndələrini buraya yığıpsınız. Bu hiç de asan iş değil. Bu sizin hürmetinizə, mərkətinizə, qanacağınıza, məhəbbətinizə uygun olup bu cəmaatı bir yere yığıpsınız. Her adam bunu həll edə bilməz. Yine Yasin Efendi çok güzel qeyd elədi, ətraflı qeyd elədi. Bizim oradan o güzel Karakoyunlu dərəsindən köçməyimizin səbəbini izah elədi. Ben ona toxunmuram və siz də hamımız onu bilirik. Sizin yeni ilinizi təbrik edirəm. Novruz bayramınız mübarək olsun. Sizə ailə saadəti arz edirəm. Sizə can sağlığı. Ona görə mən görkəmli şairimiz, xalq şairi, mən şeirsiz, mən sağlıq demirəm. Çünki Alman filosofu Hegel deyirdi ki, şeir, poeziya bizi əzən hisslərdən azad edir. Bizi ağır hisslərdən azad edir. Ona görə də sizinlə bu təbrikimizi böyük xalq şairi Mirvarid Dilbazinin Təzə İl şeirinlə başlamaq istəyirəm. Rəhmət olmasa Yasin atkını qaldır. Yasin yoldaşlar, şairimiz gönlündədir. Gəlsin baharımız bülbül səsiyle tutur yarpaq atsın, Gönçə gül atsın, şehrin şən üstündə qələbəsiyle bu təzə ilimiz xoşbəxt il olsun. Təzə ilimiz xoşbəxt il olsun. Şadlığa səsləyək bütün dünyanı, əmək himnimizlə təzələnsin, bir təzələnsin. Bunlar aslında yoldaşlarımız olmaz. Şehir deyirəm ben, bunlar aslında. Qanlı döyüşlərdən çıxdı oğullar, qanlı döyüşlərdən çıxdı oğullar.
Azərbaycan nəfəs alsın, azad arxayın. Sülhə, saadətə getsin Azərbaycan. Sənin şadın olsun, payla Azərbaycan. Sənin şadın olsun, payla Azərbaycan. Payız yer şumlayak, qızıl dən səpək. Payız yer şumlayak, qızıl dən səpək. Elin süfrəsində bol olsun çörək. Görürsünüz mü, süfrəmizin üstündə çörəkdir, çörək bizə şənlik gətirir. Bu doğma torpağın yıraq barını, sarı əriyini, doğma narını, sarı əriyini, doğma narını. Ballı üzümünü bağlardan dərək, bizim oğulların toy məclisinə sovqat göndərək. Göyçəli, Qarabağ, Gəncə gözəli, bizim hər oymağın incə gözəli, o gəlin qızlara şərbət paylar. Ocaqlar qalansın, çıraqlar yansın, süfrələr açılsın toy məclisində, süfrələr açılsın toy məclisində, şadlıq sədaları göyə yüksəlsin, ilimiz sülh ilə nəğmə ilə gəlsin, ilimiz sülh ilə nəğmə ilə gəlsin. Rəhmət olsun böyük şairimiz. Biz sonra mənim başına dönüm. Bir sözüm də var. Sonra... Bu şiiri demişsin. Yox, ürəyim durmaz. Yox, mənə var. Bu işi təşkil edən, bizi görüşdürən kimdir? Yasin Mansurov. Şairimiz, gözəl şairimiz, kəsimiz. İman Qiyasoğlu Yasin Mansurova şeir həsridir. Görürsən, Yasin... Görürəm, ancaq onu yalandan yazmamsın. Görün, həqiqətən bu şeir, bu əsər adlandırar. Yaxındır. Əsər adlandırar. Görün, Yasin Mansurova, şairima, bunu mən özüm yazmışam şairima. Sənin gülər üzün, xoş təbiətin, eyləyib könlümü heyran ayatin. Kaş ki bu dünyada biləydin, insanın qədrini insan ayatin, insan hər adama müəyyətlər olmuyor. Səxabətin, sədaqətin həddi yox. Yasin səxavətli kişilərdəndir, sədaqətli kişilərdəndir, söhbət etmək xahiş edirəm. Xoş arzunun, xoş diləyin səddi yox. İmanam desələr, dostluq iddi yox. Cəm olub qəlbimdə inan ayasin. Sən insanlığın rəzmi uca bayrağı. Deməli, Yasini uca bayraq sayır. Həqiqətən buna layiqdir. Məndən şərik olsan. Təmiz bir vicdanın səsi sorağı, imanın arzusu, qardaş sarağı, ayrılmasın bizi zaman hayat, ayırmasın bizi. Deməli, yoldaşlar, yaxşı qulaq asmadınız. Bizi çox ibrətamiz şeylər əzbərləmişəm, çox. Ancaq Yasin deyir ki, mənim müqəddəs insan olan Yasin deyir, biraz az danış, az çıxış eləməm, biraz qısa elə. Sizə can sağlayın. Oldu, əsgər müəllim. Bir əsgər müəllimə Ağsaqqal kimi bir təşəkkürlər. Aplaudismendir. Buyurun. Təəssüflər olsun ki, qulaq asmadınız. Yoxdur, canım sağ olsun. Belə də aşıq belə məclislərdə aşığa qulaq asmırlar. Allah razı olsun, o birisi məclislərdə də mollaya qulaq asmırlar. Sizə can sağlayın.
Komşum sağlıkla demirik, yiyin için. Bizim zurnatçılar, aşıklar bir dostumuz var, Razim. Biraz nasaz diyen gələ bilmədi. O da der ki, bu pensioner der bizim başımıza oynatır. Balaca Yasin'e der zənceli, qoy gəlsin vur der, buradan rədd eləsin geçsin. Bizim bir nəfər də Mustafa qardaşımız. Mustafa'ya deyirəm, mən sigaret sevmə, deyir ki, mən veteranam, nə istəsəm onu eləyərəm. Bir nəsə, o da dünən zəng eləmişdi, özünün nasas hiss elirdi. Bu da bir maraqlı hadisə. Özgə kim nə demək istəyir? Başımız qarışır yemək içməyə, demeyin. Aycan, burada iştirak edir. Mən Məhərrəm müəllimə zəng eləyən kimi dedi ki, yəni 5 dəqiqəyə dedi hazır olacaq. Haraya deyirsən oraya gedəcəm. Və Məhərrəm müəllimdən başqa bir neçə ağsaqqallarımızı dəvət elədim. Təəssüflər olsun ki, onlar biraz xəstə oldular, burada iştirak eləyə bilmədilər. Biz istəyirdik ki, aydın məsələdir, Qarası Maqam burada iştirak eləsin, ondan sonra Telman Ağam burada iştirak eləsin, Vagim müəllim burada iştirak eləsin. Bunlar hamısı yəni Balnişli'də olduqlarına görə onları dəvət eləyə bilmədik, gələ bilmədilər daha doğrusu. Buyurun Məhərrəm müəllim, gəlin bəri. Qarası Maqam demiş, 2 nəfər bizim gəlib çıxmadı, haradadılar? Hürmetli Karavanlı cemaati, hamınızı görməyinə şadım. Bu tədbiri təşkil edən yoldaş Yasin Mansurova razılıq edirəm ki, bizi görüşdürdü. Çox razılıq edirəm. Hamınızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ailəmizə, balalarımıza, uşaqlarımıza, ata-anamıza can sağlığı arzu edirəm. Bir zarafatla deyim, məndən bəzən soruşurlar ki, niyə belə cavansan? Belə cavanlarla gəzən, yeyib-içən cavan olar da, bələtər ola bilər. Fəxr edirəm, sizlə fəxr edirəm. Sizi görəndə elə bil ki, həyatım biraz da cavanlanır. Razılıq edirəm, çox sağ olun. Hamınıza can sağlığı, uzun ömür arzu edirəm. Bir de bir şey xahiş edirəm. Məclisimiz şən keçmək üçün xahiş edirəm. Məktəb haqqında, ümumi şəxsi həyatımız haqqında gülməli, yadda qalan hadisələrdən üçün qoy məclisimiz şən keçsin, xoş keçsin. Razılıq edirəm, sağ olun. Bu el-oba bineyi qədimdən çox doğmalardan doğma olub. Sazımız üçün də, sözümüz üçün də, millətimiz üçün də Allah sizi qorusun. Bu birliyinizə biz hamımız bəli deyirik, əl çalırıq, alqışlayırıq və belə məclislərimiz Qaraqoyunlu dərəsində qurulsun, Göyçəmizdə qurulsun inşallah. Mən hər birinizin bahar bayramınızı təbrik edirəm. Həməşə belə yığınağınız olsun, yığıncağınız olsun, canınız sağlam olsun, sağlıqlı sözlü günlər arzulayıram hər birinizə. Eşq olsun sizlərə. Sonuç saçlarında bu dən nədəndir? Yanmayıb qəlbimi yandıran təndir. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Vurğundur bu yala yamaca ənvər, meyl edir yarpıza umaca ənvər. Ay qızım otaran balaca ənvər, nə yaxşı görüşdük, nə yaxşı yenə. Həməşə belə günlərdə görüşək, keyfimiz həməşə duru olsun. Vallahi bu məclisdə aşıq da var, şair da var, söz deyən də var, qüsurlarınızı bağışlayın. Ayşıq deyirəm, bir aran gözlənləməsindən hərzin gedək. Sonra nə istəsəniz bildiyimizdən, bacardığımızdan oxuyacaq Allah'ın köməyi.
Gecə kölün ocaq yeri, köl yeri. Bir deyə yox bəxt bizimdir, öz yeri. Əgər mənim sinəm deyilməmiş söz yeri. Oxu aşıq, oxu mənim dərdim. Özgə dildə oxunmaz. Oxu aşıq, oxu ozan, oxu adam, oxu mənim dərdimi. Hörmətli və əziz kəsçilərimiz, mən çıxışımdan qabaq elə bir dedim sizə və biz bugün sadəcə Gölçətlilər burada yığılmayıb, bizim Qaraqoyunlu dərəsinin kəndlərindən nümayəndələrimiz var. Haqlı olan Ramiz müəllim burada iştirak edir. Ramiz müəllim, hamınız bilirsiniz ki, elimizin, obamızın ağsaqqallarından biridir, tanınmış insanlardan biridir. Eyni zamanda bizim Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədridir. Mən çalışırdım ki, burada icmanı buraya qatmayam. Bu sadəcə bugün kəndçilərimizin, bizim adət-ənənələri sevənlərin və onları adət-ənənələri davam etdirənlərin bir məclisidir. Bir daha sizə xoş gəldin deyirəm və Ramiz müəllimi dəvət edirəm. Ramiz müəllim, buyurun. Yasin müəllim. Mənim əziz Gölkəndim, mənim hörmətli Gölkəndilərim. Biz orada neçə kəndik, hamımız faiz, doğma qohumdan tutmuş dosta qədər varıq. Müxtəlif dərəcəli hamımız qohumlarıq. Eyni zamanda bizim o kəndlərimiz
bilirsiniz ki, Azərbaycan Respublikası üçün mühüm kadrlar yetiştirmişdi. Ve o kadrların yetiştirilmeyinde bizim Gölkənd Akademiyasının böyük rolu var. Çünkü orta məktəb bir olub Gölkənddə, bir olub Poladda. Bizim her 10 nəfərdən, 20 nəfərdən onu Gölkənddə oxuyur, onu Poladda oxuyur. Şükür ki, hamısı böyük müvəffəqiyyətə sahib olubdular. Burada oturan adamların hər 10 nəfərdən 8-ni lap yaxından tanıyıram, münasibətimiz var. Mənim əzizlərim, sizin bu əziz Noruz bayramınızı, bu əziz bayramınızı, Küşənlərin barışlığı bayramını öz adımdan yox, əvvəlcə bütün haqqlılar adından böyüklü kiçikli təbrik edirəm. Sizə həmişə belə şad-şən məclislər arzulayıram. Sağ olun. Sağ olun Ramiz müəllim. Ramiz müəllim, sifarişiniz nə oldu? Mən elə gəlir ki, Tahir əziyyətini çəkəcək. Nə bilim, yazırına, yavaşı, bəlkə bir oynaşaq. Sən də bizlə beraber. Raz yeməyə gəlirsən.
kimsə çıxış eləyəndə xahiş edirəm diqqətlə qulaq asın. Bəlkə Quliyev. Vay Quliyev. Ağlını çəkəcəm ha. Bizim Gölkəndin bir grup o ne deyirlər, məzunları deyirlər də. Onlar sizi inandırıram, mən onların məclislərində iştirak eləmişəm. O qədər aktivdilər, o qədər mehribandılar. İndi onlar hamısı yox, 5 nəfəri burada iştirak edir. Qədir müəllim, Tacir müəllim, Cavanşir müəllim, İslam müəllim, bir də Məhməd müəllim. Mən istəyirəm ki, bizim bu cavanlar, gələcəkdə bu yetişənlər hamısı sizin kimi sinif yoldaşları mehriban olsunlar. Sizə söz verirəm, ürəyinizdən keçəni burada deyə bilərsiniz. İstəyirsiniz hamınız gəlin buraya. Beşiniz də gəlin buraya. Aycan. Hər vaxtınız xeyir olsun. İlk növbədə mən Sakit durun, biraz rayət edin. hamınızı Gölkənd cəmaatını, Qarabağın dərəsinin bütün Azərbaycanın Novruz bayramı münasibətilə təbrik edirəm. İnşallah növbətimizdən yəqin ki, bu bayram Türkiyə Milli Məclisinə təklif olunur ki, bütün Türk dünyasının bayramı olmalıdır və belə bayramları biz çox qeyd edəcəyik. Mən doğrusu bu kaçma söhbəti gələndə bir qədər fikirləşdim ki, nəyə görə biz bu bayramı kaçmazla qeyd eləməliyik? Buna uyğun şəraiti Bakıda da, Sumqayıtda da əksəriyyətimiz oldu, orada da təşkil etməlidir. Sonra fikirləşdim ki, əgər biz qarşımıza məqsəd qoymuşuqsa, Qərbi Azərbaycana gedəcəyik, orada neçə belə bayramlar keçirəcəyik. Ona görə də fikirləşdim ki, yaxşı olar ki, oraya getməyimizdən qabaq Azərbaycanın bütün bölgələrində, vətənimizin bütün bölgələrində belə bir tədbirlər keçirək və bu bizim üçün bir sınaq olsun, bir imkan olsun. Yəqin ki, hamı ürəkdən razıdır. Azərbaycanın şimal bölgəsində, Xaçmaz bölgəsində bu bayramın keçirilməsi və fikirləsək ki, burada həqiqətən Qərbi Azərbaycandan kimlərsə varmı, axtarsaq bir-iki nəfər taparıq. Ancaq biz gəldik bura, biz gedək Cənuba, biz gedək Qərbə, biz gedək Şərqə. Ancaq Azərbaycan, bütün Azərbaycan bununla tükəndir. Azərbaycan, məsələn, ermənilər misal gətirirlər ki, bu Azərbaycan türkləri buraya gəlmədir. Necə yəni gəlmə ola bilər ki, Cənubda 30 milyondan artıq Azərbaycanlı yaşayır. Gəlmək istəyirsiniz ki, gəmi 2 milyon gəlibsiniz ki, öz sinəmizdə biz sizə yer vermişik. İnşallah biz hamımız oraya qayıdarıq və biz orada bayramımızı bundan da mütəşəkkil sürətlə keçirərik. Hamımıza uğurlar arz edirəm, hamımız bir yumruq kimi birləşməliyik və bu yumruq kimi birləşməyimizin bir nümunəsi də bugün bizim burada görüşməyimizdir. Bayramınız mübarək olsun. Qədir çox sağ ol, indi çoxları Qədir müəllimdir, bizim üçün Qədirdir. Buraya yığışan 5 nəfər üçün. Çünki biz qardaşıq. Mən də Qədirin sözlərinə qüvvət verərək buraya yığışanların hamısını bayramlarını təbrik edirəm. Bütün evlərə ruzi bərəkət arzulayıram. Allah qoy həmişə bizim elimizdə, obamızda gözəl günlər qismət eləsin. Mən birinci növbədə Yasinə minnətdarlığımı bildirirəm. Hamoğlu kimi yox, gözəl bir təşkilatçı kimi əziyyət çəkib, bu qədər
bir-birini istəyən insanları bir yerə yığıbdır. Bunun özü böyük bir məsuliyyətdir. Və buna görə də elə biz 5 qardaş adından Yasinə öz minnətdarlığımızı bildiririk. Sağ ol deyirik. Bir də mən bir şey qeyd eləmək istəyirəm ki, burada əksəriyyət Gölkənd ziyalılarıdır, Gölkənd cəmaətidir. Ona görə də mən ilk növbədə Qaraqoyunlu dərəsinin nüvəsini təşkil edən Gölkənd cəmaətinin sağlığını qeyd eləmək istəyirəm. Sağ olsunlar, var olsunlar. Ürəklərini açdılar, qəlblərini açdılar. Belə deyildikdə biz Qaraqoyunlular, qıraqdan gələnlər. Biz qıraqdan gələnlər üçün öz ürəklərini, xasiyyətlərini, qəlblərini bizim üçün açıq elədilər. Və biz onlardan bəhrələndik. Bu günü burada oturmağımızın, gəlməyimizin, eləcə də balalarımızın təşəkkür tapmaları, qanatlanmaqları, fərəhlənməkləri mən hesab edirəm Gölkəndin xeyrinə, Gölkəndin əziyyətini qeyd eləmək istəyirəm. Həqiqətən də akademiyaydı Gölkənd. Biraz uzağa getmək istəyirəm, çox da olmasa, xahiş edirəm dinləyək. Nə mənada? Qaraqoyunlu cəmaatı biz həmişə bir olmuş. Hamı bir-birinə qohum olur. Kimi qız verir, kimi qız alır. Ona görə də burada oturan hər bir şəxs tanımayanlar da var bir-birini. Yasin'in də böyle yolla ibarətdir ki, burada tanımayanlar da bir-birinə tanış elər. Sağ olsun, var olsun. Hər kəndin də özünə uyğun karakteri var idi, xasiyyəti var idi, adət-ənənəsi var idi, gözəl cəmaat idi. Gölkənd cəmaatı başda olmaqla o Qaraqoyunluda ən rahat cəmaat olaraq bizə böyüklərimiz Gölkənd cəmaatını təlqin edirdilər. Və getdik, oxuduq da gördük. Gördük ki, həqiqətən də rahat, qəlbi geniş bir millətdilər. Millət deməyək, xalqdılar, bizimkilər də namazı. Oradan aşağı gəlirdik Çaykənd. Düzdür, Çaykənd Padrayon adlanırdı və Çoyxalıq orada inqilab vaxtı, inqilabdan əvvəl də Çoyxalıq orada yerləşirdi. Yəni dövlət kimi, dövlət qurumu kimi Çaykənd cəmaatıydı. Və Çaykənd cəmaatının da iki mərd, qorxmaz insanları var idi. Onların da çox qəribə xasiyyətlərindən biri də gedirdilər, hər kəsin kəndin çağırılanda, məclislərində yiyərdilər, içərdilər, ürəklər istəyən şəkildə. O vaxtda quzavoy maşınlar idi, quzavoy maşınlara dolurdular, kətdən çıxırdılar və kimin kimdə nə haqq hesabı var, orada da görürdü. Toy evinə dava salmazdı. Yəni Çaykəndlərə belə bir yiğitlik var idi. Yəni o getdikləri yerin hörmətini həmişə uzaq tutmaq var idi. Oradan qalxdıq Əmirxeyir Bəryabad. Əmirxeyir Bəryabad gözəl el-oba, gözəl insanlar, alimlər yetişdirən bir mühit idi. Və orada da Aşıq Şəhriyar buradadır. Hər aşıq o kəndlərdən keçə bilməzdi. Məsələn, biz Yanıqbəyində yaşayırdıq. Bizim kəndimiz aşıq gələndə gəlib bizim evdə belə deyək də məclisini qurardı. Babalarımızın, böyüklərimizin yanında. Orada soruşublar ondan ki, aşıqdan ki, Əmirxeyirdə olubsanmı? Yəni Əmirxeyirdən keçibsənmi? Əgər desəydilər ki, bəli, biz Əmirxeyirdə məclis qurmuşuq, ondan sonra onu qəbul edirlər, çox edə bilərsən. Yəni Əmirxeyirdən hər aşıq, Bəryabaddan hər aşıq rahat keçə bilməzdir. Çünki söz pərəstikarları orada yerləşmişdir, orada böyümüşdülər, o mühitdə. Üstəgəl digər xasiyyətlərin naib cəmaatı idi. Hazır cavab. Heç kəs onlara o Qaraqoyunlu dərəsində söz çatdıra bilməzdi, sataşa bilməzdi. Yəni sözün yaxşı mənasında. Həmin dəqiqə cavabını alardı. Qara Namazov, bəli, bəli. Bizim yaxın qohumda Allah rəhmət eləsin. Yəni keçdik Qaraqaya cəmaatına. Qaraqaya cəmaatını o dərədə hamı sakit və rahat bir cəmaat kimi tanıyırdı. Yəni heç kəslə iş olmayan, heç kəsə belə deyək də başqa hərəkətlər eləməyən bir cəmaat kimi onlar orada yaşayıb fəaliyyət göstərdilər. Biraz qalxdıq Yanıqbəyə.
Yarıqbaya neydi? Kim idi? Orada kimler gelir? Orada həddən artıq yeyib içən bir cəmaat var idi. Yeməkdən doymuyor, içməkdən doymuyor. Bu Qaraqoyunlu dərəsində kənd və kənd hamı toya çağırılırdı. Yanıqbəyəni yola verəndə, Yanıqbəyə ki genişli çıxdı, belələr Allah'a şükür, toyu başa vurduq. Yəni bizim cəmaatda yetməkdən doymuyor. Eləcə də Sala, eləcə də Haqqıqlı, Polad, hamısı əzizlərimizdir. Ona görə də yenə də mən bir daha hamınızın bayramını təbrik edərək, hamınızı ürəkdən salamlayaraq bu məclislərimizin daha geniş miqdarda, daha geniş şəkildə təmin olunmasını birinci burada Ramiz müəllimlə xahiş edirik, icmanın sədri kimi ki, yəni onun da əhatəsi daha genişdir və istəyərdik ki, o tərəfdən də Qaraqoyunlu dərəsi sayılır hamısı iştirak eləsinlər. Ona görə də yenə də bağışlayın ki, vaxtınızı çox aldım və burada iştirak eləməyi özüm üçün böyük bir rüsv edirəm. Sağ olun, var olun. Çalışır mənim çox sağ olun, mən qısaca deyəcəm. Biz 68-ci ildə qutarmışıq bizim sinfi Gölçəkdə. 5 nəfər burada təmsil olunacaq. Ağsaqqal vaxtımızdır da biz ağsaqqal kimi təqdim elədilər və bura çıxardılar. Bir də kəlmə deyəcəm ki, Qaraqoyunlu sözü ilk olaraq Gölçəkdə deyilir. Gölçəkdin adı birinci dəfə Qaraqoyunlu kəndidir. Bu ətraf kəndlər, hamısı Gölçəkdən ayrılırlar, çılıqıdır, düzdür. Bunlar haqq hesabını soracaq ki, çılıqının adını səhmədir. O bir kənddə Gölçəkdən ayrılıb gəldir. Gölçəkdən. Yox, biz də sizə tavsiyə demirdik ki. Neyse, mən bu uşaqlara baxanda, Atim mənim, bax görürsünüz, hamımız ağsaqqalır, amma bunlara baxanda İran mənə 67-68-ci il yadıma düşür, necə cavan idi, necə gözəl idi. O Bənövşən ərki çıxanda, qar ərif, qarın altından girişkan çıxanda, cıncılın çıxanda biz onları ilkin dərib, necə dərib kətə pişirirlər, onları görmüşük. Sağ olsun Tacir mənim, bayaq başında bizi qonaq elədi, o cıncılın kətəsinə. Mən nəyi demək istəyirəm, əziz cəmaatımız, əziz insanlarımız. Allah biz Qaraqoyunlu, sonra da Qərb Azərbaycanda yaşayanları, daha sonra bütün Azərbaycanımızı var eləsin. Birinci kimi yüzünü var eləsin. Necə son ildə yüzümüz ağ oldu, erməniləri Qarabağdan çıxartdıq. Onlar bir daha gəlmək istəyəsələr, təbii ki, gələ bilməyəcəklər. Gələ bilsələr, bu deməkdir ki, biz doğru getməyik. Dövlət siyasəti də təxminən bunun üstündə durur. Mən istəyirdim bunu biləsin. Allah hamınızı var eləsin. Çox sağ olun. Öpürəm hər birinizi, hər bir Qaraqoyunlu. Biz biraz kənardan azıq, amma əsas Gölçək. Yenə deyirəm, bir növrət Gölçəkdə olmamış. Bayramımız mübarək olsun, canımız sağ olsun, ağsaqqallarımızı Allah var eləsin. Sağ olun. Əziz cəmaatımız, əziz yoldaşlarımız, hamımızın bayramımızı təbrik edirəm. Qədir müəllim, Cavanşir müəllim, İslam müəllim dedilər, artıq deməyə var sözüm. Mən də onlarla onların sözü edəcəklə qoşuluram. Hamınızın bayramını təbrik edirəm. Hamınıza can sağlığı orta edirəm. Belə yığışlarda tez-tez yığışaq. Tanış olaq, bir-birimizi daha yaxından tanıyaq və təbrik edirəm. Sağ olun. Yasin, sağ minnətdarıq. Bugün belə bir məclis qurduq, birbirimizi bir də tanıdıq, bir də yaxın olduq. Minnətdarıq sana, canı sağ olsun. Və burada iştirak edən bütün insanların hamısına can sağlığı sunuram. Bayramların mübarək olsun. Bizim 11-ci sinifin genetikasında, yəni o günü yaxında rast gəlib telefonu göndərdilər. Bizim sinifin bütün şagirdləridir. Bir də rəhmətli Ayaz müəllim bizim sinif rəhbəridir. Bir də Ayaz müəllim ortada, ona Allah rəhmət eləsin. Sağ ol Tacir, çox sağ olsun, onu göndərsən. Mənim bu yaxında rast gəldi, çox belə ayrı cür duyğulandırdı məni.
11-16 ildir. Bizim sinif rəhbərimiz, bizdə 5 sinifindəyəz, mənim rəhmətli 10 sinif rəhbəri, sizdə yəni biz o tarixi bizə yada saldınız, mən də onu yad elədim, Allah rəhmət eləsin, onun evlatlarına can sağlarım. Və hamınıza bu bayramınızı təbrik edirəm, hamınıza can sağlar oluram, həmişə alnınız açıq olsun, Allah Teala üstünüzdə olsun. Sağ olun, təbrik edirəm hamınıza. Çox sağ olun. Hər birinizə təşəkkür edirik. Yəni, elə bir variant yaranıb ki, siz bizdən, bizim buraxılışdan 5 il qabaq qutarırsınız bu məclisi. Məktəbi daha doğrusu. Və sizi buraya dəvət eləməyi çox məmnuniyyətlə dəvət eləmişim. Sizin hər birinizə can sağlığı arzulayıram. Arzu edirəm ki, bizim o arkadan gelen sinif yoldaşlarımız hamısı sizin kimi bak böyle mehriban olsun. Bir ormana verirsen bu. Benim şunun boştu, bir 4'ün cebime koydum onu. Onu aşağı ver. Zurna. Zurnaçılar gelin görün. Ancak buyurun bana.
əziz ellərimiz, şəhətçilərimiz, qohumlarımız, əqrəblərimiz. Və qeyd etmişdim ki, Qaravaylı dərəsinin bütün kəndlərindən burada nümayəndələr iştirak edir. Bəryavaddan bizim gözəl bir şairimiz var. Azər müəllim, səni buraya dəvət edirik. Gəl bir ürək sözlərimi de. Əgər doğrudan da yaxşı şairsənsə, sən bu məclisə bir şeir çoxdan yazmalıydın. Yerə eləyindən sinə dəftər eləyib yazarsan. Buyurun. Bir də sizi rəqsə dəvət eləyəndə, aşığımız, yəni musiqi ifadə eləyəndə heç kimi dəvət eləməsin. Hamınız durun, bir nəfər kimi, nətər deyirlər, prezidentimiz demiş, bir yumruq kimi birləşin, buraya ortaya çıxın, və görsünlər ki, bizdə nələr var imiş. Salam, hər vaxtınız xeyir olsun, əziz qohumlar, dostlar. Əvvəla mən Yasin müəllimə çox təşəkkür edirəm ki, bugünkü həmin məclisin təşkilatçılığına görə, həm də bizi sahib qura dəvət edəyinə görə Yasin müəllimə çox təşəkkür edirəm. Bugün Gölkətlilərin məclisidir. Sizə bir şey deyim, biz Qaraqoyun mahallının ayaqlarında, dərədən ayaqlarında, kənddən çıxanda bir cavan idik. Bəlkə də cəmaatımızı olduğu düzəməli tanımır. Mən açığı deyim ki, biz oradan köçən ərəfələrdə mən Gölkənddən çox az adam tanıyırdım. Bizim orada vaxt Vahid Əmgili, Ayaz Əmgili, onun uşaqlarını tanıyırdım. Bir də tələbə yoldaşlarımız var, bir neçə. Bir də bizim bugünkü məclisimizin gözəl ağsaqqalı, Əskər müəllim Çaykənd Orta Məktəbində mənə dərs verdi. Mənim müəllim oldu Əskər müəllim. Yəni belə məhdud bir cəmaat tanıyırdım. Amma sonralar ki, bax, bu Qərb Azərbaycan icması yaradıldı və bunun təsəbbüskarı bizim gözəl ölkəmizin prezidenti oldu, onun üçün ona təşəkkür edirəm. Bu Qərb Azərbaycan icması yaradılandan sonra bu əhali, bu cəmaat hamı bir-birini daha dərindən, gənclərimiz, köhnə gənclər artıq bugün biz orta yaşlı adamlarıq və bir-birimizi hamı tanıdıq. Çox gözəl oldu və mən də Gölkənd məclislərində demək olar ki, artıq əksəriyyətində iştirak edirəm, xeyrində, şərində, hamısında və cəmaatımızda demək olar ki, böyük bir əksəriyyətini tanıyıram. Və çox da xoşbəxtəm ki, mən Gölkənd cəmaatının hər zaman bir yerdə oluram, xeyrlərində, şərində, nə bilim mən, bütün tədbirlərində və sevə-sevə də biləndə ki, orada Gölkəndə bir xeyir işi var, mütləq orada iştirak edirəm. Bu böyük cəmaatda, bu böyük kəndin, elin cəmaatına həmişə təşəkkür edirəm. Və bugünkü xeyir işində də Noyuz bayramımızı hörmətli Gölkəndlilər, hörmətli Qaraqoyunlar, Hərbiyovlu, Bəryabadlılar, Qaraqayanlar, Çaykəndlilər, Həmxeyrlər, Cıvıqlı, hamısı biz bir cəmaatla biz el obayıq və sizin hamımızın Noyuz bayramımızı təbrik edirəm. Sizə uzun ömrü arzulayıram, can sağlığı arzulayıram və mən də Yasin müəllimə xahiş edirəm ki, bugün mən hesab edən ki, bir Bəryabad kəndinin təmsilçisi kimiyim. İcma sədri kimi gəlmişəm, şairlik planlarsa da onlar başqa bir şeylərdir, onlar bunun ikinci şeydir. Onun üçün də qoy bugün onu başqa bir vaxta salarıq. Amma bugün mən ancaq təbriklə kifayətlənmək istəyirəm və mən də bizim musiqiçilərimizdən də bir xahiş edəcəm. Bir musiqi ifa edəcəklər, biz də buna hər kəsi bir daha təbrik edirəm, hər kəsə can sağlığı arzulayıram. Mən sizi çox istəyirəm, biz bir-birimizin qardaşlığı hamınız. Təşəkkür edirəm, Yasin müəllim. Çox sağ olun.
toz dilində. Kol dibindən qız bəni öpkəm, səslər məni naz dilində. Gör bulundum əli harda, çiçək açar sulanlarda, yaşıl səsdir adamlar da təbiətin yazdı. Peşi değil, haktan dönen kişi değil, her oğlun işi değil, Cenab-ı Hak sağlık.
Mahaldan mahala atını sürdüm. Gəlinlər gətirdin, qızlar köçürdün. Çox məmərlər aldın, aynı. Sənət meydanında imtihan olur. Səsim tutulanda bağrım qan olur. Hüseyin də hal pərişan olur. Sən niyə qocaldın? Ay Mirzə dayı. Ay Mirzə dayı. Hörmətli, bir daha deyirəm, əziz kəndçilərimiz, bugün məclis o qədər belə şən keçir ki, hamı öz etirazlarını gizləyə bilmir də, hamısı bir özə verir. Bugün bizim məclisdə kəndimizin, elimizin, obamızın seçilmiş yaxşı dostlarım, qonşum Məhəmməd Cavad burada iştirak edir. Və onları buraya dəvət edirəm. Mən sizin nəzərinizə bir şeyi çatdırmaq istəyirəm ki, rəhmətli, qulaq asasınız yoxsa yox? Elə bil hamınız şəhətdən gəlirsiniz, nə olur, Rəhmətli Sadıq dayım kəndimizin toylarının kralı idi. Allah ona rəhmət eləsin. Onun dalınca mənim qonşum Məhəmməd gəldi. Məhəmməd də onun kimi. İndi Məhəmməddə olan o təəssüratlar daha çoxdur, nəinki məndə. Ancaq sizin bir şey də yadınıza salmaq istəyirəm. Məhəmmədlə rəhmətli qəhrəman Ramiz deyirdik biz ona. Onlar məndən 2 yaş böyüydü, məktəbə gedirdi. Bizim Xırmanda da yaxşı xiyar olurdu. Bir gün Məhəmməd gəldi, dedi ki, o xiyardan aparaq, səni qoymuşuq məktəbə gedəsən. Mən də sevindiyimdən bütün o Xırmanı hamısını Məhəmmədə padarka verdim. Bir də sabah gördüm ki, məni məktəbə çağırırlar. Buyur qonşu. Cavad gəl. Hörmətli qonaqlar, bugün Qaravoyunlu dərəsinin qaymaq evlatları iştirak edir bir məclisdə. Allah'dan arz edirəm həmişə bu birlik, bu şirinlik davam eləsin. Daha da çoxalsın yoldaşlar, qonşular. Var olun, nə deyirəm. Belə günlər həmişə hamınıza qismət olsun ki, bir yerdə, birlikdə olaq, belə məclislərdə iştirak edək. Var olun, sağ olun, bu birliyi mən də alqışlayıram, həmişə bir olaq, şirin olaq, mehriban olaq. Sağ olun. Salam, hamı xoş gəlir. Bu Yasin müəllim elə müəllimdir ki, istəyir
idman oyunlarında, istəyir bu məclisə aparmağında adam ləzzət alır. Nərd oynayanda həmişə adamı şənləndirirsin. Elə də bu məclislərdə Allah səni var eləsin. Bu şənliklərindən eksik eləməsin. Həmişə də şanlıqlar arasında. Sağ olun, var olun. İndi mənim belə bir təklifim var. Mənim qardaşım Məhəmmədə bir dənə çubuq gətirək. O yağlı rəqsi. İmtihası burada bəzi balaca uşaqlardan ola bilsin ki, yoxdur. O vaxtı yadınızdadırsa, Məhəmməd qabağa düşürdü, fırlanırdı. Bir görürdün əlindən, cibindən bir daraq çıxardırdı. Bir də görürdün uşaqlar qaçışırdı, hərəsi uşağın birini götürürdü qucağına. Uşaq da tapılmayanda hamısı ağlaşırdı, deyirdi, bir dəlidirlər də, başım çıxmır. İndi Məhəmməd, səndən bir xahişim var. Zurnaçıların savaşını sən verəsən, bir dənə də bax o rəqsdən təşkil edəcəm. Olar mı elə bir şey? Kim də istəyir, arzu edirsə, gəlsin, iştirak eləsin. Yəni belə. Bu yaxşı təşkildir, düzdürmü? Bir də bizim hissənin xoşuna gəlmirsə bu təşkil. Yox, sən bir onu təşkil elə də sən.
Mehmet müəllim doğrudan da bizim Gölkət cemaatına o kadar vurulub ki, futbol oyununda en aktif iştirak edən Mehmet müəllim idi ve özü de həmişə yani ne tər qoşulurdun dersə sən, ne tər qoşulurdun? Canlı qoşulurdun, canlı. Mehmet müəllimi salamlayırıq, Mehmet müəllimə hoş geldin deyirik. Kardeş, həmişə sənin səsin bizim Qaravoyunlu cemaatı üçün yüksəkdir, dəyərlidir. Həqiqətən də biz səni çox istəyirik. Ancaq biraz arada ayrı-ayrı məsələlər var. Onu demək. Deyər özlər boyunlanır, deyər ola bilər. Mehmet müəllimə söz veririk. Yasin müəllim, bugünkü bu məclisin təşkilatçılığı üzr istəyirəm uşaqlar. Ay uşaqlar, Elmir. Elmir, Quluyev. İskəndər müəllim demişlər, rədd edəcəm bu məclisdə. Qulaq asın. Yasin müəllim, bugünkü bu tədbirin keçirilməsində sizin üstəsna rolunuz var və bunun təşkilatçısı sizsiniz. Ona görə də bugün Əmirxeyir kənd cəmaatı adından sizə öz minnətdarlığımı bildirirəm. Bugün həqiqətən burada çox gözəl bir məclisdir və Qaravoyunlu dərəsinin hər bir kəndindən burada iştirak edənlər var. Düzdür, böyük əksəriyyət Gölkət kəndidir. Ancaq o birisi kəndlərdə unutmamışsınız. Onun üçün də sizə çox dərin təşəkkürünü bildirirəm. Bayaq Cavanşir müəllim Qaravoyunlu dərəsinin demək olar ki, xarakteristikasını verdi. Hər bir kənd bir-birindən qardaş, qohumdular və burada mən elə başa düşürəm ki, aydınlaşsaq bəlkə də elə olacaq ki, 90% bir-birindən qohum əqrabadır. Və bu Novruz bayramı tədbirini Bakı şəhərində o qazofqalı havadan kənara çıxıb bu meşəliyin deməli içində, bu ormanda asfaltdan qaçaraq bu ormanda keçirməyiniz üçün sizə bir daha təşəkkür edirəm. Və Əmirxeyir kənd cəmaatı adından bütün Qaraqoyunluları Novruz bayramı münasibəti ilə təbrik edirəm. İnşallah mən həmişə deyirəm bu sözü dönə-dönə ki, Cantəpə yaylağı deməli Çay kəndində, Göl kəndində, Əmirxeyrin də o Cantəpə yaylağında bir bölüm qismi var idi. İnşallah bu yaxın illərdə mən buna inanıram ki, həmən o Cantəpə yaylağına gedib, bax bu cür tədbirləri orada qeyd edəcəyik. Hər birinizə bir daha təşəkkür edirəm və Yasin müəllim bir daha sizə çox sağ olun deyirəm. Sağ olun. Bir dənə də Aşıq Şəhriyar sizə bir müraciət edib, elə dağları yada saldıqca